Senaryo müəllifi və quruluşçu rejissor Davud Mirbagiri. Nə hiss edirsən, əmir? Ləzzət edir, müəlləb. Bundan yaxşı ola bilməzdi. Gör, yalançı quldur nələr eləyib ki, hətta bir küfəli də bizə qarşı çıxmadı. Bu küfəllərin xasiyyətidir. Eşitməmisən, küfəlidə vəfa olmaz. Bu qələmunların hayküyünə çox da inanma, əmir. Bizim küçə döyüşlərinə vadar olmamağımız özü bir neymətdir. O ki, qaldı küfənin cəmaatına arxalanmaq, bax, bundan gərək özümüzü qoruyaq. İtirdiği başını səyirlə kübar, Yalancı riyakar. İtirdiği başını səyirlə kübar, Yalancı riyakar. Qaynar qazana salındı başlar, Yalancı riyakar. azad adamı qovurdu yağda muxtar, Yalancı riyakar. zülmətindən qafil o günahkar. Yalancı riyakar. Hani qazan, hani yağ, hani odun, hani mil? Ya niye, bir niye? Hani qazan, hani yağ, hani odun, hani mil? Ya niye, bir niye? Bu dinsizin gözlərinə mil çəkmək lazımdır. Bu yalançının ağzına qaynar yağ dökmək lazımdır. Aman küfə və küfəlidən. Küfəllərin nadanlıq, xəta və günahı barəsində olan sözlər elə bir şeiriyyat divanıdır ki, bir dəvəyə yükləsən belə daşıya bilməz. Əli və əli övladlarına göstərdikləri bu qədər vəfasızlığın ardınca, güya peşmançılıqdan tökdükləri göz yaşlarından sonra belə yenə də aldanıb, şəhəri 250 düşmənə təslim elədilər. Tüpürün bu cür nadanlığa, zəlalətə, rəzilliyə. Küfə şəhəri həmişə min rəngli, min dilli olub İsmail. Onlar ziddiyyətli, sirli və ikiyüzlü insanlardır. Əgər bu küfəlilər əlbir olsaydılar belə, əfsanələrdə deyilən, həmin o cilddən cildə girən bədheybət divə oxşayardılar. Onlarla dost olmaq istəyəndə düşmənçilik eləyərlər. Meydana çıxanda isə meydandakıları pərən-pərən salmaqla məşğul olarlar. Muxtarın ne üçün ərəbi qoyub, əcəmi çox istədiyini indi anlamağa başlayıram. Belə çətin günlərdə həmin əcəmlərə bel bağlamaq olardı. Mərhum İbn Şümeytin qəfləti isə onları ölümə sürüklədi. Allahın böyüklüyünə çox şükür olsun. Hürcəyi ilə qadınların namusuna sataşan padişah indi öz qeyrətsizlik sarayında həbs edilib. Qadın vəfaya yox, zinaya görə daşqalaq edilir. Çıx çölə, nakam məlikə! Muxtar ölüb! Nə vaxt? Qanqal gül açanda. Dişi aslan. Küfə padşahlığından 250 yapışan şəxs hərəkət eləyən ölüyə bənzər. Muxtar müsəlman qadınına haqqını tələb elədiyinə görə rüsvay və daşqalaq hökmünü çıxaran gündən ölübdür.
Elə isə şadlıq zamanıdır. Biz əhd eləmişik ki, Muxtar ölsə qara paltarlarımızı, niqabımızı çıxarıb şadlıq eləyəcəyik. O zaman başlayın. 7 canlı Muxtarın 6 canı ölüb, 7-incisi isə ölmək üzrədir. Allahın intiqam əli Muxtarın boğazından yapışan Zübeyir övladının əlindədir. Bu saqqalsız əskərlər Yəcüc-Məcüc tayfasındandır. Sən nə danışırsan ay müsəlman? Bu saqqalsız qoşun İbn Hürrün qoşunudur. Başçıları da onun öz arvadıdır. Fəna aparıram Allah. Deyirlər, axirət zamanda qadınlar 2 paltarı giyəcək, kişi ilə qadının vəzifələri dəyişəcək. Əcəb müsibətdir. Təsəvvür elə ki, kişilər hamilə qalıb uşaq doğurlar. Hətta düşünmək belə qorxuludur. Ya Muhammed, özün biçarə ümmətinin fəryadına yetiş. Gör müsəlmanın namusunu nə günə salıblar. Yaxşı. Bu arı yuvası ilə neyniyək? Qisas almaq lazımdır Mariyə. Muxtarın yandırdığı, viranə qoyduğu evlər az deyil. Eşidirsən Ümmü Sabit? Çıx çölə aciz qadın. Bu qəhrəman qadınlar sənin və kafir ərinin həvəsinin qurbanı olublar. Ya ərinin ya övladlarının matəminə əyləşiblər. Bura sizdən qisas almağa gəliblər. Hünərin varsa çölə çıx. Bəlkə qəsrə qaçıblar. Ümmü Sabit qəsrə getməyib Mariyə. Evdədir. Özüm görmüşəm. Qorxusundan cavab vermiş. Od vurmaqla arını yuvasından çıxararıq. Ya Amir, Muxtarın evinə od vurublar. Bunu hansı ağılsız və uzunqulaq eləyib? Mariya, cənab İbn Hürrün arvadı, bir dəstə küfəli qadınla Muxtarın evinə hücum eləyiblər. Cəfər, dərhal özünü bu yelbeyin qadına yetir və yandırdığı odu söndür. Hər şeyi qaydasını qoyandan sonra mənə xəbər ver. Sənsə, özünü İbn Hürrə çatdır və de ki, işlərini atıb yubanmadan mənim huzuruma gəlsin. Cəld ol! Baş üstə Əmir. Sən nə inirsən ay qadın? Bu nə özbaşınalıq və namərdlikdir? Odu söndürün, tez olun! Zübeyir evladlarının qeyrət və şərəfini ləkələmək istəyirsən? İfritə, Allahdan qorxmasaydım, səni 2 şaqqa eləyərdim. Mən elə bir arının yuvasına od vurdum ki, sancmasından hamı ziyan görüb. Bu yuva boşdu qadın. Arılar Küfə qəsrinə sığınıblar. Sənin kimi başboşun Muxtarın arvadı ilə davasının əziyyətini niyə dövlətimiz ödəməlidir? Zübeyir övladının xəsis olduğunu eşitmişdim, amma görməmişdim. Demə doğru imiş. İtil buradan yelbeyin. Əgər bir də səhv hərəkətini eşitsəm, sənin canını alaram.
Qorxmayın. Sizi təhlükə gözləmir. Bu iyrənc hərəkəti həyasız və kinli bir qadın eləyib. Zübeyir övladlarına aidiyyatı yoxdur. Biz Muxtarla döyüşürük. Ailəsi ilə yox. Sənin düşüncəli bir dişi aslan saxladığını düşünürdüm. Amma o iyrənc davranışı ilə sübut elədi ki, sənin sadəcə həsəd aparan və inadkar bir arvadın varmış. Sən onun cilovunu yığa bilmirsənsə, mən yıxaram. Muxtarın ailəsi müttəhimdirsə, onları şəriət hakimi cəzalandırmalıdır, kinli bir qadın yox. Lənət şeytana. Ya əmir, həyat yoldaşımın səhv elədiyinə şübhəm yoxdur. Amma o intiqam həsrətindədir. Mariya hamının gözü qarşısında Muxtarın əmri ilə tüpürcə yağışına tutuldu. Bu necə məntiqdir müsəlman? Nə intiqam? Axı biz tək-tək öz şəxsi hesablarımızı çürütmək üçün qoşun çəkib kimisə öldürməli, nəyisə atəşə tutmalı deyilik. Muxtar müdafiəsiz bir qadına zülm eləyib, yaxşı bildik. Biz də elə buna görə Kufəyə gəlmişik ki, onun zülmünü aradan qaldıraq. Əmir haqlıdır. Mənim fikrimə görə Muxtara nəfəslərməyə fürsət verməyin. O mühasirəni yarmaq və dardan qurtulmaq üzrə peşəkardır. Kufəllər Muxtarın sözləri ilə dəyişincəyə qədər onun işini bitirməlisiniz. Siz bizi hörmətdən salmayın. Biz Muxtarı məğlub eləyərik. Əmir, sizə söz verirəm ki, bundan sonra arvadım belə səhvlərə yol verməyəcək. Bir də özünüz də bilin ki, Kufədə şayələr qılınclardan kəsərli olur. Eşitdiyimə görə Muxtar Mosula məktub yazaraq İbrahim Əşdəri və qoşununu Kufəyə çağırıb. İcazənizlə. De görüm nə düşünürsən müəllim? Məncə Muxtarın İbrahim Əşdərlə yazışması doğrudur. Yaxşı, doğru olsa nə olacaq ki? Onsuz da biz Muxtarla İbrahimin münasibətlərinin gərgin olduğunu bilirik. Ola bilsin onların münasibətləri bizi aldatmaq üçün savaş tədbiri olsun. Təcrübəyə görə Muxtar zərurət yarandığı təqdirdə özü ilə dostların arasını düzəltməyə qadir bir sərkərdədir. İcazənizlə, əmir. Xoş xəbər olasan, Sərdar. İbrahim və Cədəldən xəbər gətirmisən? Yoxsa pis xəbərdir, sahib. Əgər pis xəbər eşitməyə hazırsansa bir o qədər də acı olmaz. Danış görək. Bura toplaşıb bu yükün altına girən hər kəs istənilən xəbəri eşitmək iqtidarındadır. Hə, başla görək. Niyə gözünü yerə dikmisən sahib? Danış da. Ürəyimiz partladı axı. Nə olub sahib? Nə deyim, əmir? Bu xəbəri yalnız özünüz eşitsəz yaxşı olar. İçərimizdə bizə yad olan yoxdur. Buyur sözünü de. Xəcalət çəkirəm, əmir. Kaş mən də İbn Kamil və Kiyanın yanında olaydım. Bu günləri görməyəydim. Verilən xəbərə görə əmirin evinə od vurublar. Amma ailənizə zərər dəyməyib.
Elə bu? Yox, ardı var. Deyəsən bir mənfur qadın evinizə od vurub. Amma sonradan buna görə danlanıb. İndi isə car çəkirlər ki, bu pis hərəkət Muxtar dövlətindən yara almış bir qadının işidir və Zübeyir oğullarına heç bir aidiyyatı yoxdur. Onlar yalnız Muxtarla döyüşürlər, ailəsi ilə yox. Bu qadın o zindandan qaçan həmin ifritə deyil? Odur. Ciyər yiyən Hindənin tayı. Zübeyrin namərd balaları o abırsız qadını qabağa salıblar ki, bununla hörmətlərini artırsınlar. İndi carçılar Zübeyir övladlarının dindarlığı və təqvası haqqında car çəkərək, onların qeyrət və mərdliyindən küfəlilərə moizə oxuyurlar. Həmişə olduğu kimi küfəllər də inanacaqlar. Çünki əhli küləkdilər, belə şeylər üçün də ölürlər. Bu qadının kim olduğu sizə və mənə məlumdur. Amma unutqan və cahil küfəllərə yox. Hiləgər bir qurğudur. Çox güman ki, müəllifi də mühəlləbdir. Mən əminəm ki, küfəllər həvəslə bu hiləgərin tamaşasına baxacaq, qanlı qiyamla qurduğumuz dövlətin kəlla paçasını qazana töküb, pişirəcək, yiyəcək və üstündən də bir bardaq ayran içəcəklər. Sonra isə onları azğın zəlalətdən qurtardıqları üçün Zübeyir oğullarının canına dua eləyəcəklər. Tamaşa maraqlıdır, ona görə baxırlar. Səhnənin bir ucunda bihəyə qadındırsa, o biri başında da Muxtarın arvadı. Muxtarın öz arvadı ona inanmırsa, onda digərlərini inəsin. Kaş anam hansı dövrdə yaşadığını dərk eləyə biləydi. Saim, Ümrəyə xəbər göndərə bilərsən? Çalışaram. Ümrəyə de. De ki, düşmənin Muxtar ailəsinə rəhm etməsi, avam insanları aldatmaq üçün bir tələdir. Bundan sonra siz elə bir əsir qadınsınız ki, Muxtarın abırı sizin kəskin dilinizə bağlıdır. Hara belə xanım? Bu evin sahiblərini görməyə. Zarafat eləyirsiniz? Abır həyan olsun kişi. Mənim səndən nə zarafatım ola bilər? Çəkil görüm. Biz burada divarıq ya divarın şəkli. Heç kimi saymadan başını aşağı salıb gedirsən. De görüm kimsən? Əcinnəyəm. Muxtarın ailəsini uğurlamağa gəlmişəm. Günün gün orta çağı cəmaatın yolunu kəsirsiniz? Çığır bağır salma qadın. Səndən kim olduğunu soruşdum. Evində həbs elədiyin qadının qohumu. Bu evin əhli ilə görüşmək qadağandır. Niyə? Niyəsini başçılarımız bilir. Bizsə əmrin qullarıyıq. Bəs onda niyə carçılarınız səhər axşam bağırırlar ki? Muxtarın ailəsi əminamanlıq, ehtiram içindədir. Niyə yalandan qeyrət və şərafətdən dəm vurursuz? Zübeyir övladının müsəlmançılıq adətlərinə sadiqliyi budur. Mütləq yenə bir qadını qızışdırıblar ki, oğlunun və ya ərinin qisasını tələb eləyərək bizə işgəncə versinlər. Hədlərini aşıblar. Bura cəngəlli idi ki, hər dəqiqə biri gəlib məhsəkiyə qrup hörmətsizlik eləsin. Zübeyir oğullarının verdikləri söz üstündə dayanmağa ləyaqətləri çatmırsa, biz özümüzü qorumağı bacararıq. Ümrə, işi daha da çətinləşdirmə. Çətin olan tərəfi nədir Nariyə? Əgər onlara cavab verməsək, bu hadisə hər gün təkrarlanacaq. Qorxuram Ümrə, bizi öldürəcəklərindən qorxuram. And olsun Allaha, ölüm bu cəhənnəmdən yaxşıdır. Hardan bilək ki, söz gəzdirən deyilsən? Tutaq ki, söz gəzdirənəm. Siz ki, qulaq və gözlərinizi dörd açmısınız. Nə baş verib? Ümrə bacı, necəsiz? Muxtardan sizə xəbər gətirmişəm. Bağışlayın xanım.
Bu qadını qanunu pozmağına, xəbərçiliyə və Zübeyir övladlarını təhqir elədiyinə görə əmir Musəbin yanına aparmalıyam. Gəl tut, əl qolumu bağla, dilimə dağ bas, ağzımı yandır. Sizin kimi qəsibkarlardan hal-əhval tutmağa görə cəmaatın dilini kəsməyinizi də gözləmək olar. Kim idi Ömrə? Tanış idi Nariyə. Muxtardan bizə xəbər gətirmişdi. Nə xəbər gətirmişdi? Gümanımda yanılmamışam. Zübeyir övladlarının Muxtar ailəsinə hörmət göstərmələri avamları aldatmaq üçündür. Sənə Allah and verirəm, əl çək Ömrə. Sən də Muxtar kimi hər kəsdən, hər şeydən şübhələnirsən. Bizə aman veriblər. Siz elə eləyəcəksiniz ki, elədiklərinə peşman olacaqlar. Nariyə, Zübeyir övladının bizə aman verməsinə inanmaq sadəlövlüydü. Onlar bizə aman verməklə özlərini cəmaatın gözündə yaxşı göstərmək istəyirlər. Ömrə, Musəb hansı niyyətlə olsa da bizə aman verib. Biz quyruğunu tapdalamasaq sözünə əməl eləyəcək. Qızın Hürrəyə ana lazımdır, dəli. Bizim abrımız Muxtarın şərəfidir. Musəb yalnız onun abır-həyasını aparmaqla Muxtara qələbə çala bilər. Musəbi Muxtarı məğlub eləmək üçün ümidlərindən biri də biz ikimizik. Əgər biz sakit dayansaq, Muxtar uzacaq. Sən Muxtarın başını nizədə görməyincə məğlub olduğuna inanmayacaqsan. Dilini dişlə Nariyə. Mən və sən Muxtarı satmasaq, Muxtar mütləq Musəbi məğlub eləyəcək. Ömrə, əgər Zübeyir oğullarının əleyhinə danışsan, mən də susmayacağam. Muxtar haqqında indiyə də kimsənin bilmədiklərini açıb danışacağam. İnana bilmirəm. Sən Muxtarın ömürgün yoldaşsan, yoxsa düşmən əlaltısı? Qulaq as Ömrə. Sən qulaq as Nariyə. Mən Muxtarın arvadıyam. Yaxşı və pis günündə ərimin yanında olacam. Məndən əhdimi sındırıb ərimə xəyanət eləməyi gözləmə. Düşün Nariyə. Təhlükəli anda ərinə arxa çevirməyin insafdan deyil. Zəhmət olmasa buyurun əmir. Cəmaat sizi gözləyir. Cəmaat məni niyə gözləyir ki? Gözləyirlər ki, yeni hakimləri Peyğəmbərin minbərində əyləşərək onlara hidayət edici bir xütbə oxusun. Allah Peyğəmbərinin yerində əyləşmək? Əsla. Mən belə bir cürətin sahibi deyiləm. İnsanların hidayət dəvətçisi olmaqdansa, döyüşçü olmaq üstün bilirəm. Qoşun rəhbəri olmaq üçünsə, elə ikinci pillədə kifayətdir. Ey cəmaat! Gözlərinizi yaxşı-yaxşı açıb, baxın və düşünün. Bizim yeni əmirimiz əvvəlki yanlış adətləri arxa çevirdi. Yeni bir yol qoyaraq yolun qaranlığına işıq saldı. Yəqin ki, yadınızdan çıxmayıb. Sabiq əmirlər necə acgözlüklə Allah Peyğəmbərinin yerində əyləşər və onun yolunda olduqlarını söyləyərdilər. Peyğəmbərin əzəmətli səhabəsinin övladı olan Cənab Musəb ibn Zübeyir ibn Əvvam təvazökarcasına etiraf elədi ki, özünü Peyğəmbərin yerində əyləşməyə layiq bilmir. Mən inanıram ki, bu səhabə övladı söz əhli deyil, əməl əhlidir. Doğru danışandır, yalan demir. Allahdan qorxandır, şeytana allanmış yox. Kör Allahdan nə istəyər? 2 dənə görən göz. Bugün mənim gözlərim açıldı. Yalançı Muxtarın yalanlarına allanaraq, onun yanında keçirdiyim ömrə təəssüf hissi keçirdirəm. Mən bilmədən Zübeyir övladlarına qarşı bədgüman olub yolumu azmışdım. Əstəğfirullahi Rəbbi və ətubu iləhi. İlahi əl-əf! İlahi əl-əf! İlahi əl-əf!
Bismillahirrahmanirrahim. Mən Müsəb ibn Zübeyir ibn Əvvam, əzəmətli dinimizin xidmətində dayanan bir əskərəm. Mübaliğəsiz deyirəm ki, mən nə məşhur xətibəm, nə də qəliz kəlmələr işlətməklə sizin və özümün vaxtını tələf eləmək fikrində olan bir şəxs. Cənab İbn Hür təsirli çıxışı ilə əziyyətimizi çəkdi və yükümüzü yüngülləşdirdi. İraq-ı Ərəb yaralıdır. Saysız hesabsız döyüşlərdən ürəyi qan ağlayır. Bugün əlil, dul və yetimlərdən vücuda gəlmiş məhrumlar ordusu həmin bu hakimiyyət hərislərinin cəmiyyətə vurduqları ziyanın nişanəsidir. Mən bu müsibəti törədənləri aradan götürməyə gəlmişəm. Onların xarab elədiklərinə abad, ürəklərinizi isə şad edəcəyəm. Allah Taala da ümməti haqqında xeyirxahlıq niyyətində olanlara yardım eləyər. İndi Kufə bizim nəzarətimiz altındadır. Muxtarın qüvvələri qəsr meydanını boşaldaraq qəsrin içinə sığınıblar. Bizə müqavimət göstərmək niyyətindədirlər. Əlbəttə, bizim ordumuz mancanaqla qəsri dağıda bilər. Amma nə mənim, nə də böyük qardaşım olan xəlifə cənablarının belə fikri yoxdur. Biz qəsri mühasirəyə alarıq, muxtara və dostlarına tövbə eləmək, təslim olmaq və xəlifəyə beyyət eləmək kimi əməllər üçün fürsət verərik. Əsvəd. Bəli, əmir. Ağ bayraq qaldır və qəsrə gedib, mənim sözümü muxtara çatdır. Baş üstə, əmir. İbn Hür və Cəfər, sizsə gücünüz hesabına qəsrin qarşısındakı meydana daxil olub, qəsrə gedən bütün girişləri bağlayın. Qardaşlar, eşitdiyiniz kimi düşmən bizi tövbəyə və təslim olmağa dəvət eləyib. Beyyət eləməyimiz şərti ilə bizə aman verir. Tövbə günahlardan Allaha sarı qayıtmaqdır. Deməli, qəbul eləməliyik ki, qiyamımız günahmış. Təslimiyyət isə Haqqın dərgahında səcdə eləmək deməkdir. Allahın dərgahında. Musəb. Haqq. Allah. Allah yolunda cihadı tərk eləmək günah. Qəsbkarların qarşısında səcdə eləmək isə şirkdir. Həqiqətdə düşmən bizi şirk və günaha dəvət eləyir. Tövbə eləməyə yox. Mən öz nəzərimi söylədim. Siz öz seçiminizdə ixtiyar sahibisiz. Zübeyir oğulları, həm də Ümeyyə evladı, hər ikisi bir bezin qırağıdır. Onlara beyyət etmək haram və onlarla döyüşmək isə bizim dini vəzifəmizdir. Eşitmədin, Əsvəd? Eşitdim. Əlbəttə eşitdim. Onda nəyi gözləyirsən, hə? Get. Yəni sizin hamınız muxtarın dedikləri ilə razısınız? Görmürsən? Qardaşlar,
İçərinizdə vacibi tərk eləmək istəyən, alçaldıcı təslimiyyəti, müqəddəs mübarizədən üstün tutan və dinini öz şirin canına dəyişməyi arzulayan varsa, buyursun ortaya çıxsın. Sahib, Musa bu biçarəni çoğundur almağa göndərib. Siz ona ləl-cəvahirat və zümrüd zəbərcət verdiniz. Bütün bunları gördükdə əlbəttə ki, gözləri kəlləsinə çıxacaq, ağzı da açıq qalacaq. Onun anlamağa qadir olduğu sözlərdən danışın. Sizin işiniz intihara bənziyir. Düşməniniz qəsr darvazalarının ağzında pusqu qurub və mancanaqla qəsri dağıtmağa hazırdır. Sizin hamınız vacib və haramları yaxşı bilir. İntiharın da bağışlanmaz günah olduğunu yaxşı bilirsiniz. Musəb kafir deyil ki, onunla döyüşməyi özünüzə vacib eləyibsiz. Əsvəd İbn Səid, xəbərin olsun ki, haqla batili kiçik bir tük ayırır. Bəzən bir ömür başını səcdəyə qoyandan sonra oğurluq xurmanı yeməyinlə qazandığın savabı məhv eləyirsən. Qeys! Bəli, qardaş. Gəl. Nə qədər fürsət var, tövbə elə. Sənin üçün Musəbdən amannamə almağa söz verirəm. Nədən tövbə edim, qardaş? Elədiyin günahlara görə tövbə elə. Sən elə bir insanı qoruyursan ki, o dinə bidətlər gətirir. O yalancı, sehirbaz və kafirin biridir. O bir çox ərəb əyyanlarının qanını axıdıb. Muxtar dirsəyə qədər əlləri Peyğəmbər övladının qanına bulaşmış ərəbləri öldürdü. Mən Muxtar səqəfini deyil, haqqı, ədaləti müdafiə eləyirəm. Muxtar sizə cadu eləyib. Allah sizin dadınıza çatsın. Başa düş ki, qardaşı qardaşla üz-üzə durmağa məcbur eləyən döyüş düzgün deyil. O cür eləmə ki, qardaşımın ya qanına, ya da xəyanətinə göz yumum. Öz qardaşıma qılınc qaldırdığım üçün çox üzgünəm. Amma Əlinin əqidəsi ilə yaşayıb ölmək mənim üçün baldan da şirindir. Deyəsən, Muxtar sizin qulaqlarınızı da sehirləyib. Bilirsən niyə? Təkcə onun sözünü eşidəsiz deyə. Siz Muxtarı az qala müqəddəsləşdirmisiniz. Bu da şirk və küfürdür. Sənin şirkinsə ailəmiz üçün rüsvayçılıqdır. Qiyamətdə məndən şəfayət eləməyimi gözləmə, Qeys. Arzum budur ki, ağam Hüseynin şəfayətinə nail olum, Əsvəd. Əsvəd! İndiki Zübeyir evladlarının muzdurusan, çalış papağını möhkəm saxla. Dinini dəyərsiz qara pula deyil, heç olmasa qızıla sat. Dodaqlarınla yer süpürərək qaşqabaqlı gedirsənsə, deməli Muxtar səni bərk qorxuya salıb. Nə olub, Əsvəd? Əziz qardaşını görə bildin? Bizə qoşulmaq fikri yoxdur?
Muxtara macal vermək axmaqlıqdan başqa bir şey deyil. İbn Hür, qardaşım Musəb Muxtarla necə mübarizə aparacağını yaxşı bilir. Bu elçi göndərmək fəndi isə cəmaatı aldatmaq üçündür. Axı biz sonunda onların hakim olacağıq. Quldurluq və zor tətbiq eləməklə dövlətimizi gözdən sala bilmərik. Əlbəttə. Hələ nə dar ağacı var, nə də asılan. Dar ağacı hazırdır. Siçanlar ipini çeynəməsə, asılan da olacaq. İcazə ya əmir. Mən haqqımda hər cür müzakirənin yersiz olduğu bir insanı gördüm. De görüm nə görmüsən? Elə bir kişiyə rast gəldim ki, fatihlər kimi meydan sulayır. Peyğəmbərlər kimi danışır ya əmir. Bizim elçiyə bir bax. Olmaya Muxtar səni də yalancı ayələri ilə sehirləyib. Danış görüm. Sözümüzü deyə bildin? Bəli əmir. Yaxşı. Cavabı nə oldu? Muxtar sizin sözünüzü eşidəndə dişlərini bir-birinə sıxaraq şimşək kimi çaxıb, Zübeyir və Ümeyyə övladlarının bir bezin qırağı olduğunu söylədi. Dedi ki, onlarla saziş haram və onlarla müharibə bizim şəri vəzifəmizdir. Bu anasından bir xəbər yalancı o qədər qudurub ki, Zübeyir evladını Bəni Üməyyəyə tay eləyir. Allaha and olsun, bizi mürtəd adlandırsaydı belə qəzəblənməzdim. Mən əminəm ki, o özünü Əli övladına bənzədir. Bu təhqiri Səqəf övladlarının qanı ilə yumasam, Zübeyir övladından deyiləm. Elə eləyəcəyəm ki, öz yaxınları onu təksib eləyəcək. Öz qəzəbinizi cilovlayın əmir. Küfəlilərin ağılları gözlərində və qulaqlarındadır. Gözlərini xumarlandırıb, dodaqlarını qönçə kimi açıb baş yellətməkdənsə, 2 misqallıq dilini tərpət. Bu təhqirə kəskin cavab verməli deyiləm. Cənab Musəb, inana bilmirəm ki, siz 1 saat bundan əvvəl minbərin 2-ci pilləsində əyləşərək ümid və abadlıqdan dən vurub xütbə oxuyan həmin insansız. Danışmağını istədim, amma kinayə ilə yox. Mən bu müşrikü təkəbbür kürsüsündən aşağı indirib, sümüklərini xıncım-xıncım sındıracam. Musəb, onu da bil ki, Muxtar səninlə təhlükəli oyuna girişib. Göndərdiyi xəbərdən səni yaxşı tanıdığı məlum olur. Kəş ki, sən də onu yaxşı tanıya biləydin. Muxtar sənə özünü yaralamağın üçün iti qılınc göndərib, ehtiyatlı ol. Sən çalış Muxtarı inatkarlıqla deyil, tədbirlə yıxasan. Əsvət, özünü dərhal Cəfərə çatdır və ona qəsrə gedən suyun yolunu bağlamağı tapşır. Baş üstə əmir. Bu kafirə bir damcı su belə getməməlidir. Alçaqlar suyu üzümüzə bağladılar. Biçarə qaldıq.
Kufəlilər Neynəvada suyu Hüseynin üzünə bağladılar. Burada isə onun qisasını alanların. Zübeyir evladının namərd olduğunu bilirdim. Görünür biz də ağamız Hüseyn kimi döyüşdə susuzluğu sınaqdan keçirməli olacağıq. Bu bizi anbağın Kərbəla həqiqətinə yaxınlaşdıran Allahın xüsusi inayətidir. Hamı səninlə mənim kimi düşünmür, Əbdülrəhman. İnsanlar ruhiyyələrini itiriblər. Muxtarın onlarla söhbət eləməsi yaxşı olardı. Birinci dəfə deyil ki, mühasirəyə düşürük. Tezliklə İbrahim Əştər və Cədəli Kufəyə çatacaqlar. Doğrudan? Şəkkin var, İsmail? Heç bir şəkkim yoxdur, sahib. Amma mən qeyri-dəqiq vəd verməyi məsləhət görmürəm. Sahib, mühasirə uzun çəkəcək. Ehtiyat suyunu qənaətlə işlədin. Suyun kəsilməsi Muxtarın kələyini kəsəcək. Sadə löflü idi. Mənim tanıdığım Muxtar bunların hamısını düşünüb. Məncə Muxtar bir illik su və qida tədarükü görüb. Axı Muxtar sizə nə iniyib ki, haqqında bu qədər nağıl danışırsınız? Təqribən 7000 nəfər ərəblə əcəm qalada mühasirədə qalıb. O, bu sarayda ordunun bir illik ərzağını necə saxlaya bilər? Bu mümkün deyil. Muxtar çətinliklərə qalib gəlməyin ustadıdır. O, mühasirəni uzatmaqla bizim qoşunun ruhiyyəsini sarsıtmağa çalışır. Lazım olan ehtiyatını görməsindən əminəm. Muxtara möhlət vermək, özümüzün özümüzə vurduğumuz qorxulu yaradır. 100 dəvədən mərc gəlirəm ki, Muxtar 7 gündən artıq tab gətirə bilməyəcək. Mərc gəlməsən yaxşı olar, çünki 100 dəvə əlindən çıxacaq. Mən 100 dəvə uduzmağa hazıram. Razısan ya yox? Razıyam. Bu su ilə təkcə dodaqları islatmaq olar, qardaş. Bəsindir, nədir, çinməyəcəksən ki? Taqətim olmalıdır ki, ayaqlarım üstündə dayanam. Qılınc tuta bilim, bəlkə düz demirəm. Sənin vəziyyətdən xəbərin yoxdur. Niyə ki, xəbərim var? Namərdlər əziyyət çəkməyimiz üçün suyun qabağını kəsiblər. Başa düşmürəm, axı niyə döyüşüb suyun yolunu açmırıq? Başına hava gəlib, bir başını çölə çıxar, göl qapının yanında nə həngamədir. Hansı ağılla qılınc dənizinə baş vurub suyun yolunu açaq, hə? Qardaş, mənim üçün qılınc dənizinə baş vurub iftixarla ölmək, bu qəsirdə həbs olunub diri-diri can verməkdən daha şirindir. Axı bu necə müqavimətdir? Başım çıxmır, hansı möcüzəni gözləyirik? Mən hardan bilim? Ortada bir ümid olmasa müqavimət göstərməzlər. Heç bir ümid yoxdur. Heç. Kufədən Mosula qədər neçə günlük yoldur? Neçə gün? Bir aydır ki, İbrahimin yolda olmasından danışırlar. Bəs harda qaldı? Bəsdir, deyindin. Cihadın savabını zay eləmə. Su ehtiyatının tükənməsi cəmaatı artıq qorxuya salıb. Bir dəstə döyüşçülərsə yardımcı qüvvələrin gəlməsindən naümid olub artıq özlərini məğlub hesab edirlər. Müqavimət dəstələri bu əhval-ruhiyyə ilə çox duruş gətirə bilməzlər. Susuz insan müqavimət göstərə bilməz. Hər an əleyhimizə üsyan eləyə bilərlər. Hamımız bilirik ki, su ehtiyatımız tezliklə tükənəcək. Bu danılmaz gerçəklikdir. Bundan başqa İbrahim Əştər və Cədəlinin gəlməsi də sadəcə ehtimaldır, dəqiq deyil. Əmir Muxtar məktublar yazıb, onları Kufəyə çağırıb. Amma onların vaxtında gəlib çatmaları təkcə Allaha qalıb. Buna baxmayaraq mən əminəm ki, qələbə bizləndir. Mən bunları Əmir Muxtarın yanında öyrənmişəm.
Əzizlərim, əvvəlki mühasirənin təcrübəsini unutmayın. And olsun Allaha, həmin mühasirə vaxtı mən onun ən yaxın silahdaşlarından, köməkçilərindən olsam da, onun nə tədbir tökdüyünü bilmirdim. Gördünüz, sonra vəziyyət necə dəyişdi? Ona görə də xahiş eləyirəm Muxtardan, bizi hərbi hiləsinin sirrindən agah eləməsini və qəlbindəki niyyətləri faş eləməsini tələb eləməyin. Müqavimətimizin düşmənin ziyanlı olduğuna şək gətirməyin. Dostlar hələ də tərəddüd içindədirlər. Sizin isti nəfəsinizə ehtiyacları var. Lütfən susmayın. Yoxsa qorxu, şübhə və tərəddüd onların axırına çıxacaq. Bəzən elə anlar olur ki, qorxu və tərəddüd xütbə eləməklə, nəsiyyət verməklə aradan getməz. Sizə mərhəmətdən xəbər verən bir xatirə danışacağım. Bəlkə də onda bir hikmət gördünüz. İlk dəfə Musəbi Kəbə ətrafında görəndə baxışlarımız toqquşdu. Gözlərinin dərinliyində elə bir hakimiyyət sevgisi gördüm ki, sanki yanar od idi. Şölənənən alova bənzəyirdi. Elə həmin vaxt ruhum pərvaz elədi. Məni və Musəbi Kəbədən Kufiyə gətirdi. Elə bu saraya. Həmin gün Musəb Kərbəla sakinlərinin qan dənizində qərq oldu. Bunun yozumu mənim üçün müşkilə çevrilmişdi. Çünki Musəbin Kərbəla hadisəsində əli olmadığını bilirdim. Bəs niyə Musəb? Hüseyin qatillərinə sığınacaq verib onlarla əleyhimizə çıxandan sonra hər şeyi başa düşdüm. And olsun mənə can verən Allaha. İndiyə qədər Hüseyin qatilləri barəsində gözümün qarşısına gələnlərin hamısı çin oldu. Musəbin Kərbəlanın qaynar qanında qərq olması gözümə görünən sonuncu səhnədir. Mən düşməni tam məğlub edənə qədər müqavimət göstərəcəm. Amma sizdən aldığım beyyəti geri götürürəm. Getmək istəyən gedə bilər. Heç kəs ona mane olmayacaq.
Sahib. Bəli, əmir. Ehtiyat suyumuz qutarmaq üzrədir. Kifayət qədər bal ehtiyatı toplamışıq. Əmr ver, balı şor quyuya töküb onun duzlu suyunu şirinləşdirsinlər. Çətin vəziyyətlər. Biraz şor olsa da, amma içməlidir. Film 2011-ci ildə Salam studiyasında dubləj olunub. Dubləjin rejissoru Emin Abbasov, rejissor assistenti Vüsal Məmmədov, səs rejissoru Hüseyn Həsənov, tərcümə edən Şahin Yahyayev, redaktor Teymur Quliyev, montaj Ceyhun İbrahimoğlu, inzibatçı Vaqif Aslanov, dubləjin direktoru Emin Abbasov. Texniki dəstək Butafilm kino şirkəti. Filmi dubləj etdilər. Rasim Balayev, İlham Əskərov, Eldəniz Rəsulov, Pərviz Bağırov, Hacı İsmailov, Kazım Abdullayev, Abbas Qəhrəman, Nicat Kazımov, Məmməd Səfa, Vahid Əliyev, Nəcibə Hüseynova, Gülnarə Zülalova, Ofeliya Novruz qızı, Hüsniyə Mürvətova, Şəhla Əli qızı, Pərviz Məmməd Rızayev, Rövşən Məmmədli, Qədir Mirzə, Səməd Hətəmov, Mahir Mirişov, Cəlal Məmmədov, Vüsal Xalıqoğlu.